Sosial məsələlərin həllində kömək İctimai Birliyinin təşəbbüsü Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə Cəmiyyət və Sosial İnteqrasiya layihəsinin təqdimatı keçirilib. Əsas məqsədi bəlirli istiqamətlər üzərindən müxtəlif maarifləndirmə işlərinin, təlimlərinin və seminarlarının aparılması tutulub nəzərdə. Layihə çərçivəsində erkən nikah, məişət zorakılığı və gənclər arasında dini mövzuların təbliğatının və maariflənməsinin daha doğru şəkildə aparılması və qadın-qızların, əsasən də regional yaşayan qadın və qızların məşğulluğunun artırılmasına lazım olan dəstəyin göstərilməsi və bilavasitə digər vətəndaş cəmiyyətinin və eyni zamanda cəmiyyətin vətəndaşlarının da öz hüquqlarının qorunub saxlanması ilə bağlı hüquqi maarifləndirmələrin daha doğru şəkildə həm gənc ailələr üzərindən, həm də daha çox məktəblilər və şagirdlər üzərindən aparılması tutulub nəzərdə. Layihə düşünürəm ki, bir il müddətində çox uğurlu şəkildə icrada olacaq və bir il sonra da mətbuat konfransından layihə çərçivəsində bir il müddətində maarifləndirmələrin sayı və ümumi dövlət orqanlarına, hansı ki, Sosial Xidmətlər Agentliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə və digər orqanlara yönləndirmələrlə bağlı nə qədər say bizim əlimizdə olub və bu say nəticəsində biz hansı dövlət orqanlarına bu halini yönləndirmişik və maarifləndirməyə bacarmışıq, cəlb eləməyə bacarmışıq. Bunların ümumi müzakirəsi və hesabatı təqdim olunacaq. Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqa Rəhimovanın moderatorluğu ilə keçirilən tədbir dövlət himni ilə başlayıb. Çıxış edən Nərmin Daşdəmirbəyli bildirdi ki, layihənin əsas məqsədi sosial problemlərin müəyyən edilməsi, mövcud sosial boşluqların xəritələndirilməsi və onların aradan qaldırılmasıdır və bu işdə dövlət qurumlarının dəstəyi vacibdir. Qeyd edək ki, tədbirdə Daxili İşlər Nazirliyi, Dost Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Ombudsman aparatı, Mediasiya təşkilatı, təhsil ekspertləri və qeyri-hökumət təşkilatlarının sədrləri də iştirak edirdilər. Hamı çox səmimi bir müzakirəyə qoşuldu, öz fikirlərini dedilər. Cəmiyyətimizin qarşılaşdığı fikirləri dedilər. Burada dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı gündəmə gəldi yenidən və biz birgə cəmiyyətimizin içində işləməliyik. Cəmiyyətimiz üçün vacib olan, çətin olan, həlli yolları tapılmağı çətin olan məsələlərdə birgə əməkdaşlığımız bugün gündəmə gətirildi. Nərmin xanıma təşəkkür edirəm. Belə tədbirlərin keçirilməsi çox vacibdir, davamlı lazımdır. Ehtiyac var, cəmiyyətimizin ehtiyacı var buna. Uğurlar arzu edirəm. Onu da deyək ki, layihənin icrasına 2026-cı ildə başlanılacaq və bir il davam edəcək. Təqdimatın sonunda sosial məsələlərin həllində kömək İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli belə müzakirələrin mütəmadi təşkilinin önəminə diqqət çəkib. Dəvəti qəbul edib gəldikləri üçün iştirakçılara təşəkkürünü bildirib. Sonda xatirə şəkli çəkdirilib. Hüsniyyə Salmanova, Samir Əliyev, Bugün TV.